Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 25 iyun 2026 hava proqnozu Azərbaycan üzrə ətraflı məlumat salan hörmətli izləyicilər. Bu videoda sizə 25 iyun 2026-cı tarixi üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Ölkə ərazisində yay mövsümünün təsiri davam edir. Sinoptiklərin ilkin proqnozlarına əsasən əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güneşli hava üstünlüyü təşkil edəcək və temperatur göstəriciləri bir çox bölgələrdə yüksək səviyyədə olacaq. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Səhər saatlarında zəif şimal-qərb küləyi əsəcək. Gün ərzində küləyin arabir güclənməsi mümkündür. Temperatur gecə saatlarında 21-25 dərəcə, gündüz isə 30-35 dərəcə isti arasında dəyişəcək. Dəniz sahillərində hava daha mülayim hiss olunacaq. Aran rayonlarında güneşli hava şəraiti müşahidə ediləcək. Bəzi ərazilərdə temperaturun 36-39 dərəcəyə də yüksələcəyi gözlənilir. Günün ən isti saatlarında açıq havada uzun müddət qalmaq tövsiyə olunur. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər ehtiyatlı olmalıdırlar. Qərb rayonlarında, o cümlədən Gəncə, Qazax, Şəmkir və ətraf bölgələrdə hava əsasən yağmursuz keçəcək. Temperaturun gündüz saatlarında 32-37 dərəcə arasında olacağı ehtimal edilir. Dağ ətəyi ərazilərdə axşam saatlarında qısa müddətli buludlanma müşahidə oluna bilər. Şimal rayonlarında hava əsasən sabit qalacaq. Quba, Qusar və Xaçmaz istiqamətində səhər və axşam saatlarında nisbətən sərin hava müşahidə ediləcək. Temperatur gecə saatlarında 17-22 dərəcə, gündüz isə 28-33 dərəcə isti təşkil edəcək. Dağlıq və dağ ətəyi rayonlarda günün ikinci yarısında qısa müddətli yağış ehtimalı istisna edilir. Bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı və qısa müddətli intensiv yağışın yağacağı proqnozlaşdırılır. Buna baxmayaraq yağışların uzun müddətli olması gözlənilir. Cənub bölgəsində, xüsusilə Lənkəran, Astara və Lerik rayonlarında hava dəyişkən buludlu olacaq. Rütubət səviyyəsi yüksək qalacaq. Temperaturun 27-32 dərəcə arasında dəyişəcəyi gözlənilir. Sahil boyu ərazilərdə arabir zəif külək əsəcək. Naxçıvan Muxtar Respublikasında isə hava əsasən açıq və günəşli olacaq. Gün ərzində temperaturun 35-40 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır. Günəş şüalarının daha intensiv olduğu saatlarda ehtiyat tədbirlərinə riayət etmək tövsiyə edilir. Hörmətli izləyicilər, yay mövsümündə bol mayı qəbul etmək, günəş altında uzun müddət qalmamaq və mümkün qədər kölgəli yerlərə üstünlük vermək sağlamlığınız üçün vacibdir. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların suvarma işlərini səhər və ya axşam saatlarında həyata keçirmələri daha məqsədə uyğun hesab olunur. Bu məlumat ümumi hava proqnozu xarakteri daşıyır və yerli hava şəraitində qısa müddətli dəyişikliklər baş verə bilər.